Qumru Məmmədovanın lüks avtomobili Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsində yaşanan maraqlı hadisələr. Bir xəbər media xəbər verir ki, Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəhbəri ilə bağlı Facebook sosial şəbəkəsində qalmaqallı status paylaşılıb. Statusu Dəyanət Azərsoy adlı şəxs paylaşıb. Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsində sürücü ştatı varmı, yoxmu? Elə isə izah verim. Bu bölgədə danışanlara baxsaq, deyəsən bu idarədə sürücüdən çox özün idarə etmə sistemi tətbiq olunur. Məsələ burasındadır ki, idarənin xanım rəisi Qumru Məmmədova üçün lüks xidməti avtomobil ayırıblar. Maraqlı tərəf odur ki, həmin avtomobili çox vaxt elə Qumru xanımın özü idarə edir. Quba şəhərində hara gedirsən, Qumru xanım və xidməti maşını gözə dəyir. Adam düşünür ki, bəlkə region idarəsində ən fəal işləyən elə bu avtomobildir. İndi burada ortaya başqa sual çıxır. Əgər idarədə sürücü varsa, niyə sükan arxasında rəisin özü əyləşir? Yox, əgər sürücü yoxdursa, onda bu ştat hara yoxa çıxıb? Biraz da irəli getsək, adamın ağlına lap qəribə ehtimallar gəlir. Birdən sabah məlum oldu ki, Qumru xanımın ümumiyyətlə sürücülük vəsiqəsi yoxdur. Onda nə olacaq? Maşını kim idarə edəcək? Mustafa bəy? Yox artıq, bu alınmadı. Adam özü rəhbər heyətdədir. Bölgənin gənclərinin işi ilə məşğul olmalıdır. Gedib Qumru xanım üçün sürücü işləyəsi deyil ki. Ümumiyyətlə, region idarəsi ətrafında o qədər maraqlı söhbətlər dolaşır ki, adam yazmağa çatdıra bilmir. Tələsməyin, çünki deyilənə görə qarşıdakı mövzular indidən daha maraqlı və daha sürətli olacaq. Qeyd edək ki, Dəyanət Azərsoy bir müddət sonra paylaşdığı statusu silib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.